Deməli Mövlud, gedirik Meksika körfəzindən. Hansı boğaz Florida boğazı. nələri ayırdı? Nələr aiddir? Mənim Meksika körfəzi ilə deməli mənim Atlantik okeanı. Ayırdı. Sarqa Sarqas dənizini birləşdirir müəllim. Elə bil ki, bunlara birləşdirir. Nə ilə də nəyi ayırdı? Deməli müəllim, Yukatanla da Floridanı ayırdı. Yucatan, Florida, Kuba adaları. Yucatan yox. Ha, Kuba değildi ha. Kuba ilə Florida. Florida yarımadasını nə etdi? Bir-birindən ayırdı deyəcək. Sonra gəldik buradan belə. Hansı boğaz? Arda müəllim, Budur. Bafin boğazı. Xeyr, Hudson boğazı. Hudson boğazı Hudson nəyə boğazı. ayırdı? Hudson boğazı Bafin torpağı ilə Labrador yarımadası. Ungava yarımadasını ayırdı və Şimal Bəli, buzulu Atlantik okeanı birləşdirdi. Hansı körfəz? bəli. Hansı körfəz? Hudson körfəzi. Hudson körfəzi. Bunun cənubunda da bir körfəz vardı. Yadımıza gəlirmi? James körfəzi, James James. körfəzi. James körfəzi vardı. Bəli. Buradan gəldik. Hansı dənizdəyik? Orada gəldi Beaufort dənizindəyik. Beaufort dənizi. Burada hansı dəniz? Çukot dənizi. Hansı boğaz? Bering boğazı. Hansı yarımadalara ayrıldı Benet boğazı? Alyaska yarımadası ilə Çukot yarımadasına ayrılır. Hansı okeanları birləşdirdi? Sakit Okeanla Şimal Buzlu Okean birləşdi. Gəmiçilik əhəmiyyəti var bu boğazın. Çoxlu yoxsa azdır belə? Xeyr, yoxdur mənim gəmisi həmin azdır. Var azdır. Aha, Bəli. hansı dənizdəyik? Baxın bir dəqiqə mən oran göstərir. Mən Bering dənizindəyim. Hansı adalardayıq? Hansı ada? Mən deməli Aliyot adalarındayım. Alik adalar necə yaranmışdı? Aliyot adaları müəllim Sakit Okeandan deməli Şimal Amerikanın toqquşmasına, yuxarıda toqquşma var, Alyaska Hansı? yarımadasında orada. Yəni subduksiya. Hansı körfəz? Bəli. Alyaska körfəzi, Hansı yarımada? Kaliforniya yarımadası. Hansı ölkə? Hansı ölkə? Mən Meksika. İnzibati ərazi quruluşu Meksikanın. Meksikanın inzibati ərazi quruluşu müəllim federativ. Aid üzv olduğu təşkilat. Üzv olduğu təşkilat mənim NAFTA, bir də ki müəllim, bir də müəllim Şimali Amerikada bir dənəsi var idi. Cənubi Deyək Amerikada. ki, mən o həm Cənubi deyək ki, mən o həm Cənubi Amerika, həm də Şimali Amerika təşkilatlarının üzvüdür. Aladdin nafta. Hansı NAFTA körfəz? Nafta Kaliforniya Şimali körfəzi, Amerikadadır. Aladdin Cənubi Latın Amerikasıdır. Kaliforniya körfəzi. Hansı kanal? Panama kanalı, Panama kanalı. Hansı ölkə? Panama ölkəsi, Panamada yerləşən ucqar nöqtə. bir dəqiqə mən Mariato, Mariata buyurulur. Panama hansı iqlimdə yerləşir? Panama hansı subekvatorial, Subekvatorial. Hansı dəniz? Karib dənizi, Karib dənizi hansı tavada yerləşir? Metasfer tavasında. Karib havasında, Karib tavasında yerləşir. Gəldik. Hansı boğaz? Magellan boğazı, Nəyə ayırdı? Otlu torpaqla Cənubi Amerikanı. Ordu torpaq hansı ölkəyə məxsus? Böyük hissəsi Argentinada yerləşir, çox kiçik hissəsi Çilidə. Çili və Argentinada yerləşir. Ordu torpaqda yerləşən ucqar nöqtə. Otlu torpaqda yerləşən ucqar nöqtə mənim Horn burnu, Horun burnu, bəli. Hansı boğaz? Drake boğazı. Xüsusiyyətləri. Drake boğazının xüsusiyyətləri deməm, ən böyük, ən enli boğazdır. Ondan sonra Antarktida ilə Cənubi Amerikanı ayrı gəmisi əhəmiyyətli azdır. Azdır. Hansı okeanlar birləşdirir? Atlantik okeanı yanında Sakit okeanı birləşdirir. Birləşdirir və ən dərin boğaz hesab olunur. Mən bir də bəs burada tutaq ki, indi Cənub okeanını götürsək, Onda yenə də Sakit okeanı. heç bir, hə. Onda yenə birləşdirir. Çünki Cənub okeanı təxminən bu Drake boğazının yarısından düşəcək. Çünki Cənub okeanı heç bir materikin sahilini yummayacaq şeydə, nə bilim də Cənubi Amerika, Afrika və Avstraliya materiklərinin sahilini yumur axı.
Ancaq Antarktida Anladım. materikin sahilində yerləşir deyə, bir hissəsində yenə birləşdirəcək onda. Tamam. Elmin, çox sağ olun. Elmin, hansı boğaz, Mozambik. hansı əraziləri ayırır? Madagaskardan Mozambikə, yəni Afrikanın Madagaskar neçə işlama qurşağında yerləşir? tropik xətt kəsici iki işğalının qurşağında. Neçə iqlim qurşağında yerləşir? 2. Subekvatorial və tropik. Tropik və subekvator iqlim qurşağında yerləşir. Gəldik, hansı körfəz, Ədən körfəzi. hansı yarımada, Somali. hansı yarımada? Ərəbistan yarımadası. Hə. Hansı boğaz, Gözləyir mənim gələm. Aysun T. de, Babəlməndi. Babəlməndəb Babəlməndəb boğazı. boğazı. Hansı dəniz, Qırmızı. neçə işlama qurşağındadır qırmızı dəniz? Səbəb, Tropik xətt kəsdiyi üçün. mərcan mənşaatları görə bilərikmi burada? Görərik mən. Görə bilərik. Duzluğu neçə promildir? 42. Sahəsi artır, azalır, Günə artır. artır. Hansı kanal, Süveyş. hansı ölkədə yerləşir? Süveyş kanalı İsrail. Yox. Xeyr, Misir. Misir. Misirdə yerləşir. Elminin bilmədiklərinə Aysun sən cavab ver. Misirdə yerləşir. Misirdə yerləşdi. Misirdə hansı hansı faydalı qazıntıları görə bilərik? Xüsusən. Faydalı qazıntılar. Aha. Bilməm üçün. Aysun, Neft, qaz. neft, Dəmir qaz filizi. görə bilərik. Bəli, bir də dəmir filizi var idi, yadımızda qalsın. Misir ətər bilmirsən, ay elmin, neft, qaz da Misirdə. Əsasən neft, qaz var, doğrudur. Sonra hansı dənizdəyik? Aralıq dəniz. İndi hansı dənizdəyik? Ecey. Hansı boğaz? İstanbul. Yox, Dardanel. Çanaqqale yəni. Boğazı. Hansı dəniz? Mərmərə. Hansı boğaz? Bosfor. İstanbul. Hansı boğazı. dəniz? Qaradəniz. Hansı boğaz? Kerç boğazı. Keç boğazı nəyi ayırır? Krım yarımadası ilə Tama yarımadası. Hansı ölkəyə məxsusdur bu yarımadalar? Ukrayna. Xeyr, Krım, Ukrayna tamam Rusiyaya məxsusdur. Hansı dənizdəyəm? Keç boğazı hansı Azov dənizləri dənizi. birləşdirirdi? Azov dənizindən Qara dənizdə. Mən bəs Dardanel boğazından sonra Mərmərə dənizinə keçdik. Aha, keçdik. Dardaneldən sonra mənim Ecey daxil. Mərmərə Bosfordan sonra. Bosfor, Mərmərə, Dardanel gəlir də. Suada Eceydə bəli. Hə də. Hə. Biz dərsən gedirik axı. Azovdan hansı çay? Donçay. Hansı kanal? Azov. Aysun. Volqa-Don kanalı. Aysun. Hansı çay? Elmin. Volqa çayı. Hansı su anbarı? Rubinski. Hansı göl? Ladoqa. Hansı çay? Sibir. Hansı göl? Onega. Hansı körfəz? Hansı çay daha doğrusu? Neva çayı. Hansı körfəz? Finlandiya. Fin körfəzi. Vigo Hansı körfəzi. dəniz? Hindi yox. Ağdəniz. Nə? Ağdəniz. Aysun. Baltik dənizi. Baltik dənizi. Hansı körfəz elmin? Hansı körfəz? Botnik körfəzi. Hansı körfəz? Fin. Riga. Riga. Gəldik. Fin o. Aysun burada hansı boğazdır səncə? Orada Keç boğazıydı. Keç burada getdi ya. Kelt. Böyük belt kiçik. Eresun boğazıydı. Elmin hansı boğaz? Ləşdis. Kil Skagerrak.
Kattegat, sonra Skagerrak. Skagerrak. Kattegat və Skagerrak boğazları hansı yarımadalara ayrı deyilmi? Skandinaviya və Jutlandiya. Skandinav yarımadasında hansı ölkələr yerləşir? İsveç, Finlandiya. Bəs Norveç. Norveç. Bu da oradan düşə bilirsiniz. Düşür. Bir səs yox, Norveç hep orada yerləşir dostum. Finlandiyanın bir səs düşür. Jutlandiya yarımadası hansı ölkəyə məxsusdur? Danimarka. Düzmü deyir Aysun? Almanya müəllim, Almanya. Düzmü deyir Aysun? Almanya. Bəli, Almaniya. Almanya tezcə. Mövlud. Almaniyanın Danimarka. Almaniyanın Danimarkada yerləşir. Bəli. Bu Almanya ərazisindən keçən hansı kanal idi burada? Şil kanalı. İki kanal. Hansı dənizdəyəm? Şimal dənizi. Hansı faydalı qazıntı vardı burada? Neft, qaz. Neft qaz. Çox sağ ol. Aslan, Bəli, mən hansı boğazdayam? e, Düzən yaxşı bazı idi, nə idi mən? Bazan. Cəmlə. Aslan bilmədiyinidir. Lamanş. Lamaş boğazı. Lamaş boğazı hansı coğrafi obyektləri ayırır? Deməli, hansı coğrafi obyektləri? Müəllim, İngiltərə ilə hansı coğrafi obyektləri? Bircə dəqiqə. Cəmlədi. Avrasiyada. Böyük Britaniya adası ilə Yurtlar bir adam. Avropa. Bəli, Böyük Britaniya Fransa. Yəni Böyük Britaniya adasından Fransa ərazisini ayırır bir-birindən. Sonra gəldik. Hansı körfəz aslan? Biskay. Biskay körfəzi. Sonra hansı boğaz? Cəbal Tariq. Hansı yarımada? Piriney. Pirine yarımadasında hansı ölkələr yerləşir? Bir Portuqaliya, bir də ki, İspaniya. Biri də var idi. Portuqaliya, İspaniya, bir də Fransanın azca bir hissəsi. Andorra. 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 Andorra yerləşirdi bəli. Andorra. Gəldik. Hansı ada aslan? Deməli, hansılar? Siciliya. Mən bircə dəqiqə gəlirəm mən. Bircə dəqiqə. Cəmlə buyur. Balear, Balear adası. Cəmlə hansı ada? Korsika, Hansı ada? Sardinya, Korsika hansı ölkəyə məxsusdur? Fransa, Və Sardinya. İtaliya, İtaliya. Sardinya ilə Korsikanı ayıran boğaz. Mitsuna elə bir şey adı var. Yox. Bonifacio. Fatso. Bonifacio. Sonra burada Cəmlə hansı boğaz? Tunis, Tunis. Hansı ada? Sicilya, Hansı boğaz? Sicilya boğazı var idi orada. Messina boğazı. Burada yerləşir artıq. Hə, Messina buradaydı. Hə, Hansı yarımada? Piriney. Appenin, Appenin. Apeni Appenin, yarımadası. mən nə deyirəm? Hansı dəniz? Adriatik, Hansı dəniz? Tirren, Hansı dəniz? Egey, Hansı boğaz? Dardanel, Hansı dəniz? Mərmərə, Hansı boğaz? Bosford, Hansı dəniz? Qara, Hansı çay? Dunay, Hansı kanal? Dunay kanalı, Bunu bilən var uşaqlar. Ben Don kanalı değildi. Don idil yoksa. O Don kanalına bu tərəfə getdik çıxdıq. Buradan Dunay çayında gəmiçilik həyəti var və bir dənə kanal var ki, bu Qara dənizi gətirir burada çaya birləşdirir və Şimal dənizə nə edir? Çıxış əldə edirik. Şil kanalı. Hansı çay yerləşir? Lodan. Lodan diyorsun kanal. Nə var çayı? Almanya ərazisində hansı çay tanıyırıq? Reyn, Reyn Tem tanıyırıq. Dunay Reyn kanalı var ki, burada bu kanal vasitəsilə gəlib Şimal dənizə nədir? Çıxış əldə edə bilirik. Gəldik Cəmlə, hansı dənizdir burada?
Norveç. Yox. Norveç düzdür. Hansı dəniz? Barents. Barents dənizi. Hansı dəniz? Ağ. Hansı ada? Dəqiqə hansı? Novaya Zemlya. Hansı boğaz? Deyim müəllim. De. Deməli. Mənim Kariniya deyildi. Kara Matrovski darvazası. inşaat bölgəsi. Kara darvazası. Hansı bir də dəniz? Lap tevlər. Xeyr. Kara. Kara dəniz. Hə, Kara. Kara sonra lap tevlər. Buradan gəldi. Hansı çay? O Yenisey. Yenisey. Hansı O qol? Lena. Yenisey. Yenisey deyil. Hansı qoldur bu Yenisey? Ankara. Hansı göl? Baykal. Baykal gölü. Belə, buradan geçsək, yaxşı, buradan belə gedək. Doğuşum Lena çayına gedək. Çıxdıq hansı dəniz? Lena. Lena Vaxt çayı mənsəbi hansı dəniz? Abdevlər dənizi. Hə, lap tevlər. Lap tevlər. Abdevlər dənizindən gəldik burada hansı dəniz? Şərqi Sibir. Şərqi Sibir buradaydı. Hə. Sonra hansı dəniz? Skot dənizi. Skot gəlir. Hansı boğaz? Bering boğazı. Hə, çox sağ ol. Aysun. Hansı Bəli, dənizdəyik? buyurun. Bura Bering dənizi. Hansı yarımada? Kamçatka yaması. Kamçatka yarımadası hansı ölkəyə məxsusdur? Rusiyaya məxsusdur. Bir də burada Kulyusovkası var. Vulkanı var idi, bəli. Kamçatka yarımadası necə yaranıb səncə? Sakit Okean tavası ilə Avrasiya materikin tavası toqquşma zonasında yaranmışdı. Subduksiya. Subduksiya zonasında bəli yaranmış. Əlazidir deyəcəksən. Gəldik buradan. Hansı boğaz? Orada Laperus boğazı. Laperus yoxsa Başqa. Maşır. Kunaşir boğazı? Ha, Laperus bəs. Kunaşir Harda, boğazı. hansı tərəf? Boğazı. Deyəcək gələcək orada. Kunaşir boğazı. Sonra buradan gəldik hansı dənizdəyik? Qufot dənizi. Hansı körfəz? Ora Şelixov körfəzi. Şey yoxsa anadır. Şelixov. Anadır gəlmirdi. Birinci anadır körfəzi idi. Burada. Anadır onun en yukarısındaydı. Evet, anadır yuxarıda şeydə Beykdəydi. Hə. Ən yuxarıda Berlin Şelkov şimal doğrudan hissəsində. anıdır. Şey, bu anadır. Anadır şey. Bu anadır. Mən aşağıdadır. Düz dedim, səhv dedim. Düz dedim də sənə şey yox. Şelixov. Sonra gəldik hansı boğaz? Tatar boğazı. Tatar boğazı. İndi hansı boğazdır? Laperus boğazı. Hə, buradaydı. Evet, Lapez boğazı odur. Lapez boğazı nəyə ayrılır? Yaponiya ilə Saxalin adasını. Yaponiya ilə Saxalin arasına ayrılır. Hansı dəniz? Yapon dənizi. Hansı boğaz? Oradakı boğaz Yəni Koreya boğazı deyildi. Koreya, hə. Evet. Yapon dənizinin sahilində yerləşən Rusiyanın dəniz limanı hansıdır? Bir dəfə demişdiniz onu videoda. Bəli. Bir dəqiqə xatırlayıram. Demək olar. Buyur, değil mi? Vladivostok. Vladivostok deyil. Vladivostok Mən- yerləşir. Sonra Həm son ikincilik. sonra gəldik buradan bəli sonda yerləşirdi. Burada hansı dəniz? Orada Sarı dəniz. Sarı dəniz. Bura tökülən çay hansı çaydır? Orada tökülən Amur çayı. Amur çayı. Xuanxe. Yansıq. Xuanxe Ah. çayı, bəli. Sonra gəldik buradan belə hansı boğaz?
Şey, ha, Haşu, Müəllim, Tayvan. Tayvan deyildi. Tayvan boğazı və Tayvan adasından Asiyanı ayırdı bir-birindən. Gəldi hansı ada? Yoxsa arxipelaq? Filipin arxipelaq, Filippinin şimalında hansı adadır? Batan, Olsun. Mindanao deyildi. Luzon. Luzon. Cənubunda Mindanao adası. Sonra gəldik buradan. Hansı dənizdəyik? Cənubi Çin dənizi, Burada da qaldı bizim şərq üçün. Bir də Filippin dənizimiz. Aha, gəldik buradan belə. Burada bir dənə körfəzimiz də var idi. Kim bilir bunu? Siam körfəzi, Siam körfəzi. Hansı boğaz? Malakka. Malakka boğazı nəyə ayırır? Malakka yarımadası ilə Sumatra adası. Ha, Sumatra adası neçə yarımkürədə yerləşir? Üç yarımşarda. Şimal, cənub, bir də şərq yarımkürəsi. Evet, Ayşə. Hansı dəniz? Ora Andaman dənizi, Hansı körfəz? Bengal körfəzi, Benqal körfəzinin tropikdə yerləşməsinə baxmayaraq, məsələn, digər tropikdə yaşayan coğrafi obyektlərə nəzərən suyunun duzluluğunun az olmasının səbəbi. Musson küləkləri. Buyur Mövlud. Mənim ora Sığortalı iqlim, Bol sulu çayların Tayvan tökülməsi. çünki. Tayvan. Bu səbəbdən. Çox sağ olasın. Aslan, hansı yarımada? Hindistan. Hindistan yarımadası. Bu Hindistan yarımadasında yerləşən yayla vardı. Hansı yaylaydı o? Hindqang. Yox. Dekan. Dekan yaylası. Dekan yaylası. Dekan yaylası. Hindistanlılar hansı dil ailəsinə daxildirlər səncə Aslan? Hind-Avropa müəllim. Hind-Avropanın hansı qrupuna daxildirlər bunlar? Hind-Avropanın Hı -hı. ben bilmirəm. Hamis Hamid. Hind-Ari qrupuna daxildirlər. Gəldik hansı dəniz? Ərəbistan. Ərəbistan dənizi. Hansı boğaz? Sunda. Zond boğazı. Hansı əraziləri ayırır Zond boğazı? Deməli, İndoneziyadan Yava adasına, Yava ilə İndoneziyanın Yava dilində Yava, İndoneziya onsuz Yavada da yerləşir. O birisində də yerləşir. Nə Ha. mənası olur ki? Sumatra ilə Yava ilə Sumatra ilə Yava adasını ayırdı bir-birinə. Nəyi Aynen. birləşdirdi Aslan? nəyi? Deməli, Timurdan, yox, Timur orada deyil. Nəyi birləşdirdi? Aslan Hind. xəttən zəifdir, çox zəifdir xəttən. Mən o tərəf qarşıdan orada olmasın. Bu tərəf olsa biləcəyində gör. Ha. Elə deyir ki, o tərəf. Aslan zəifsən xəttə. Mövlud, Müəllim. nəyi birləşdirdi Zond boğazı? Zont boğazı müəllim. Deməli müəllim, Zont boğazı sakit Yava dənizi ilə Hind okeanı. Sakit də Hind Sakit okeanı. okeandan Hind okeanıdır. Ağıllı çıxırsan sən. Sakit okeandan Hind okeanını birləşdirdi. Yava dənizindən və yaxud da ki, bəli, Hind okeanını birləşdirərik. Problemi yoxdur. Hansı adadır? Ora müəllim, Kalimantan adası. Hansı ölkələr yerləşir burada? Kalimantan adasına müəllim, İndoneziya, Malazya, bir də Brunei Sultanlığı. Brunei Sultanlığının idarə etmə forması. İdarəetmə forması monarxiya, teokratik. Teokratik monarxiya. Teokratik monarxiya. Bəs Malaziyanın? Malazya müəllim, Malazya müəllim respublikadır. Aysun, Konstitusiyalı monarxiya. konstitusiyalı monarxiyadır, bəli. İnzibati ərazi Bəli. quruluşu nə idi bəs Malaziyanın? Federativ Bəli, burada hansı dövrün çöküntüləri var demişdik? Mezozoy dövrü. Bir də Malakkada biz bunu görə bildik burada. Sonra gəldik hansı dənizdir? Ora müəllim, Sulu Slovesi, o. Yava dənizi. Sonra Ya. hansı dəniz? Banda dənizi. Hansı ada? Hansı adı mənim? Papua Yeni Qvineya. Yeni Gvineya adası. Papua Yeni Gvineya adı ilə ada yoxdur. Yeni Gvineya adası var. Bəli. Papua Yeni Gvineya ölkədir. İki ölkə yerləşir. Bəli. İndoneziya, bir də Papua Yeni Gvineya. Papua Yeni Qvineya. Ərazisi. Hansı dəniz? Belə gəlin, buradan gəlin. Timur. Timur.
Timur dənizi. Hansı körfəz? Coğrafyaçılar. Çox sağ ol. Aysun. Yoxsa Aysun dedim mən. Bəli, buyurun. Hansı körfəz? Böyük Avstraliya körfəzi. Elmin hansı boğaz? Asboğazı mən. Aslan hansı ada? Tasmaniya. Tasmaniya. Cəmilə hansı boğaz? Cook. Sonra Mevlud hansı ada? Mən hansı adam mən deməli mən Şimal adası. Şimal və Cənub adaları. Şimal və Cənub adaları. Ümumilikdə Yeni Zeland adası. Şimal adasında yerləşən vulkan hansı vulkan idi Aslan? Ruapego paytaxtda yerləşirdi Vulkanı Wellington. bəli yerləşirdi burada. Deyəcəksən. Gəldik buradan. Hansı boğaz elmin? Torres. Torres boğazı. Aysun hansı boğaz hansı əraziləri ayırır? Hansı Sakit Okeanından ayırır. Yeni Qvineya adası ilə Karpentariya körfəzini ayırır. Sakit Yəni, Okeanından da Hind Okeanını birləşdirir. Bir də, York. yəni burada York yarımadasını ayırır. Sakitlə də Hind okeanı birləşdirir. Burada hansı dəniz idi elmin? Mərcan. Mərcan dənizi. Burada Aslan. Mərcan o tərəfdə Arafura amma aşağıda. Mövlud. Tasman. Tasman dənizi. Tasman dənizi. Aysun hansı körfəz? Karpentariya körfəzi. Hansı dəniz? Arafur dənizi. Arafur dənizi. Sonra buradan artıq xətlə getdikdə buranı bitiririk canımıza belə. Gəldik buradan qaldıq. Burada bizim elmin hansı Ərəbistan. dənizimiz yerləşirdi? Ərəbistan. Ərəbistan dənizi. Mövlud hansı körfəz? Mövlud hansı Mən körfəz? hansı körfəz? Oman körfəzi. Aha, Aslan hansı boğaz? Bəsrə. Bəs nədir? Hörmüz. Boğaz. Hörmüz boğazı. Hörmüz mənim orada da Aysun hansı körfəz? Bəsrə. İran körfəzi. Cəmlə hansı çaylardır bu? Dəzlə Fərat çaydı. Və Fərəd çaylarıdır, bəli. Başqa buradan nə qaldıq? Bunun əsas şeyləri dedik də. Adayamalar dedik. Hə. Yapon arxipelagında Aslan hansı adalar yerləşir? Hokkaido, Honshu, Chicago, Kyushu. Ən böyük hansıdır? Hokkaido. Hokkaido adasıdır. Eləmi? Hokkaido Honshu adası yox. Ən böyük. Honshu. İkincisidir. Cəmlə Honshu adasında yerləşən liman. Deməli mənim Yaponiya limanları var idi. Kobe idi. Ikakama var idi. Osaka var idi. Bir də qərbi adları var. Ay müəllim. Hər dərsdə bunu vurulur. Hər dərsdə Bəli, söz vermişəm ki, hər dərs onu sənə deyəcəm ki, bir də və səhv Allah heç kimin dilimizə salmasın müəllim. Hər dərs mənim başıma amin. Tez deyək, bir dəqiqə vaxtımız qalıb. Burada hansı ada yerləşir? Şri Lanka. Orada Sri Lanka. Hansı boğaz? Maldiv, hər şey. Aslan, xəritə 0. Hər dəfə deyirəm düzdür bunu sənə bir xeyir yox. İlin əvvəlindən deyirəm.